müsbət tərəfləri, ümumiyyətlə istəyir dini, istəyir qeyri-dini rituallar ki var və yaxud dua məclisləri ki var ki, təşkil olunur. Bunlar mədəniyyətdir və yaxud düzgündəki vurğuladır. Bunlar mədəniyyətdir. Hər mədəniyyət, hər ölkənin, hər irqin, hər firqənin, hər əqidənin özünün öz mədəniyyəti təbii ki var. Hər əqidənin mərifəti və rifəti qədərdir onun quracağı məclislər. Yəni deyək ki, amma heç kəsi özünün qurduğu, yəni öz düşündüyü, özünün planlaşdırdığı və yaxud da fikirləşdiyi öz mədəniyyətinə uyğun keçirtdiyi, məsələn, istəyir şənlik tipli belə bir şey olsun, istəyir matəm tipli belə bir hallar ki olsun, bunu öz beyninə əsasən müqayisə edib başqasının görəcəyi şey aşağı almamalıdır. Eləməməlidir bu işi, çünki bu icazəli deyilmə barədə, çünki bu birbaşa lazımsız düşmənçilik yaradır. Müdaxilə, əgər insan azğınlaşmağa doğru gedirsə, təbii ki, orada müdaxilə qaçılmazdır. Yəni, oradakı hamı orada müdaxilə edə bilməz. Yəni, əsası, dəlili olan insanlar müdaxilə eləməlidir, çünki onlar özünce onların gördükləri və müşahidə elədikləri və qlobal bildikləri ki, insan azğınlığa doğru gedir. Ola bilsin səhv baxış tərzi olsun. Niyə? Çünki o öz beyninin məhsulu ilə qərarlaşdırılmış olur. Yox, əgər ümumi sferada bir neçə yəni doğrudan da elmi sferada inkişaf edilmiş, təkamül edilmiş insanlar əgər bunu müşahidə edib görürsə, təbii ki, müdaxilə eləməlidirlər ki, insan azğınlığa doğru getməsinin, insan o həqiqətlər ki var ki, din kimi, İslam dini kimi, İslam dinindən qeyri dinlər kimi, o dinlərdə yəni çərçivə hətta aşmasınlar deyənə mütləq içində bir qism insan bu yaxşılığa dəvət, pisliyə çəkindirmə kimi onlara artıq vəzifə olur ki, gərək ki, desinlər, müdaxiləsinlər ki, necə işləyir, sistem necə olmalıdır, ümumiyyətlə onların gördüyü iş. Bu qaldı ki, o məclislər ki, toplum şəkildə təşkil olunur, insanlar cəm olur bir yerə, oranın heç vaxt heç kəsi yadından çıxartmasın ki, orada heç bir negativ olan bir şeyə yol verilməməlidir. Çünki kütlənin bir yerdə olması, kütlənin bir yerdə bir fikirdə olub və hərəkətə keçməsi o titreşimlə baş verir deyə o şərqdən qərbə qədər təsir qoyur. Ona görə də insan ehtiyatlı olmalıdır. Hansısa bir şey təşkil edəndə, bir mərasim, bir məclis, bir toy, şənlik, bayram fərq yoxdur hər halda. Ki, gəl-gəli diqqətli olmalıdır ki, orada nə məlumat axacaq, yəni bioloji dövrüyə nə gələcək, nə keçəcək, necə hərəkətli olacaq. Yəni, onun görə fərqində olsun ki, hər danışılan söz artıq meydandadır, onu pozmaq olmur. Məlumat belədir ki, meydana bir dəfə düşür və olur dövriyənin tərkib hissəsi. Ona görə də bacardıqca insan dövriyyə o gözəl sözlərdən istifadə eləməlidir, gözəl rituallardan, dualardan istifadə eləməlidir ki, o dövriyyə keçəcək, dövriyyə keçən informasiya maksimum bizdən, biz çalışmalıyıq ki, bizdən keçən informasiyalar, pozitiv informasiyalar olsun ki, çünki təsir qoyması qaçılmaz olacaq.